Səhər-səhər idi, əyni dəyişdi ki, gedirəm kəndin ortasına da, ortalıq bizdə cəmaatın çıxdığı yerdir. Getdi ora, gördük, aradan biraz keçdi, bir 15-20 dəqiqə keçdi, gördük gülə-gülə gəlir, bəs dedik nə olub, dedi, bəs mənə çağırış vərəqəsi gəldi. Məhəbbət çox yaxşı oğlu idi, vətənpərvər, yaxşı el arasında, cəmaat arasında çox yaxşı uşaq idi. Özünü yaxşı aparan idi. Zəhmətkeş oğlu idi. Atanın, ananın qədrini bilən oğlu idi. Ailədə 2 qardaş olmuşuq. Bacımız olmuyor. Uşaqlıqdan da bir aralı olmuşuq bir-birimizdən. Məni babamgil böyüdü, nənəm, babam. Bizim bu ev yox, yuxarıda, kəndin yuxarı tərəfində məhəllə evimiz olubdu. Atam, anam, bir də qardaşım onlar orada olub. Əskəriyə də mən ondan 1 il qabaq getmişəm. Elə əskərlikdən gələndən sonra da, hələ o əskərlikdə idi, mən çıxdım, getdim Bakıya işləməyə. Elə ondan sonra da, elə o yenə gəldi kətdə, atama kömək elədi, kət təsərrüfatında, əkində, biçində, heyvan saxlamaqda belə. Yəni mən Bakıda işləmişəm. Yəni aramızda məsafə olubdan, amma qardaş kimi yaxın olmuşuq, qardaşıq əlbəttə ki. Bir dənə peşmançılığım ondadır ki, onunla çox zaman keçirə bilməmişəm. Bir də ona heyfslənirəm. Mən səhər-səhər işə getmişdim. Oğlum mazəh gəldi ki, bəs atama çağırış vəsiqəsi gəlib. Mən də gəldim. Gördüm çox ruh yüksəkliyi vardı onda getməyə. Vətənpərvər oğlu idi. Onu apardım Ağcabədən voyinkomata. Oradan getdi döyüş bölgəsinə. Füzulidən düz Qubadlıya kimi döyüşüb. Vaxt qoymuşdular ki, 2 saat ərzində olmalısan hərbi komissarlıqda. Elə 2 saat ərzində gəldi, hazırlaşdı, elədi. Çörəyin zadını yedi. Hazırlaşdı. Atam da evdə yox idi həmən vaxtı. Elə atamı da gözlədi, atam gəldi. Atam özü apardı hərbi komissarlığa. Oradan bizdə Taxta Körpü adlanan yer var. Orada sahil hərbisi yapardılar. 3-4 gün orada oldu təxminən. Orada oldu. Ondan sonra oradan bizə zəng elədi ki, bəs bizi apardılar. O gedəndə bilmədi hara gedir, deməmişdilər də, apardıqlar yerdəydi. Sonra elə oldu ki, danışanda zəng eləyirdi, deyirdi, bəs Araz qırağı gedirik. Hər gün danışdı, elə yaxşıyam, yaxşıyam, yerimiz yaxşıdır da, özdə sərhədlə gedirdi o. Elə yerimiz yaxşıdır, elə hər gün danışırdı. O vaxt çox sir vermək olmazdı, danışmaq olmazdı. Telefonlarınızdan dinlənməsinə görə çox demirdi döyüş əməliyyatlarını nə ağarırlar, nə edirlər, necə döyüşlər. O qədər, elə bir dənə onu danışırdı ki, salamatçılıqdır. Oktyabrın 19-u zəng elədi. 19-u zəng elədi, dedi ki, bizi düşürtdülər aşağı, bəs erməni hərb hissəsi var, orada dincələcəyik. Neçə gündə deyir, döyüşdəydik, indi düşürtdük dincəlməyə. Nəysə, səhər-səhər idi zəng eləyəndə. Axşamüstü zəng elədi ki, bəs bizi qaldırırlar yuxarı. Vaxt olmamış dincəlməyə. Dedim, bə dincələ bildiniz, dedi, elə də yox. Yəni, dedi, hər səni söküb aparmışdılar işin zadında, elə yəni yatacaq yer zad da yox. Dedim, özünə yaxşı bax da. Dedi, qaldırırlar yenə. Dedim, özünə yaxşı bax. Özünü gözlə yenə. Cüssəli idi. Yəni, kətdə yaşamış uşaq idi, çərçətinliyi görmüşdüm.
Oktyabrın 20-sinə kimi yaxşı danışırdı. Dedi, ata yaxşıyam. Oktyabrın 20-sindən zəng dayandı. Ondan sonra zəng gəlmədi ondan. Elə axırı səfər onda danışdıq. Yəni, zəngin gözləyirdik hər gün, amma zəng eləmədi. Elə ondan da elə dedilər ki, danışacaq, yuxarıdadır. Üçündən dedilər ki, danışacaqdır. Bax, tapmışıq, bu gün danışacaq. Dördündə elə dedilər ki, gəlin. Qubadlıya döyüşə girəndə snayperinə vurulmuşdu. Oğlum şəhid olmuşdu orada. Evet, noyabrın 4 axşamı bizə xəbər verdilər ki, şəhid düşüb. 5-i də Beyləqandan 4 axşamı getdik, 5-i də dəfn elədik. Kəndimizin qəbirstanlığına. Döyüş yoldaşları gəlmişdi. Müharibə qutarandan sonra da tam hər kəsi evə buraxırlardan sonra gəlmişlər. Yeni il qabağı idi. Yeni il qabağı idi gəlmişlər bizə. Biz onda tanıdıq onları, yəni bilmirdik. Ağcabədən deyirdi yanımızda uşaqlar var, amma bilmirdik kimdir də, tanımırdıq. Yəni adlarını da işləmir. Onda tanıdıq onları. Onlar söhbət edir ki, çox yaxşı olub. Yəni deyirdi ki, məhəbbət elə bir adamdır ki, yəni kürəyini deyir, sən gəldə ona söyküyüb döyüşə bilərsən. O səni deyir, darda qoymazdı. Yəni elə bir yoldaşlıqlar olmuşdu. Onlar da kəndçi olublar. Bu da yəni aralarında ancaq kənddən, təsərrüfatdan söhbət gedir. Yəni bir ərinə demişlər ki, buradan çıxanda sən bizə qonaq gəl, mən sənə qurban kəsərəm. O deyir, sən bizə qonaq gəl, mən sənə. Yəni belə aralarında yaxşı münasibətlər olub. İndi Allahın qisməti şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir versin. Ağır dərddir. Bir ay bundan əvvəl Vətən uğrunda ona medal verilib. Ondan biraz keçəndən sonra 15 gün sonra biri verildi. Zəngilanın azad olunmasıdır görə. Bir də Qubadlının azad olunması medalı verilib. Mən şəhid qardaş kimi bugün fəxr edirəm. Həqiqətən fəxr edirəm ki, mən şəhid qardaşıyam. Yəni, ailəlikcə fəxr edirik. Başqa cür onu necə ifadə edə bilərəm, bilmirəm. Yerləri cənnətdədir. Qardaşımın yeri cənnətdədir. Mən bir də onunla təsəlli tapıram ki, yaxşı yerdə. Hər insan o zirvəyə ucala bilmir. Onları bilirəm. Ondan təsəlli tapıram. Bugün, yəni bu saat yenə Ali Baş Komandanımızın əmri olsa ki, döyüşdür. Mən şəhid qardaş kimi bəli, getməyə hazıram. İnanıram ki, yəni Azərbaycanda elə bir oğlan olmaz ki, onunla qaçsın. İkinci səfər, yəni yenə də döyüşməyə hazırdılar. Mənə elə gəlir ki, inanıram ki, gedərlər. Kəndin girişində məhəbbətin adına böyük küçə verildi. Məktəbə keçən uşaqlar gedir, hər gün baxırlar, ziyarət edib keçirlər onun yanından. Şəhidin, balacadan böyüyə kimi uşaqlar hamısı. Məktəbdə də şəkilləri, istedləri qurulub məktəbimizdə. Yəni, mənə elə gəlir ki, gənc nəsildə daha da ruh yüksəkliyi yaradır. Şəhidlərə qoyulan hörmətdir. Yaxşı baxırlar, şəhid ailələrinə yaxşı baxılır. Mənə elə gəlir, bunlar tayda ruh yüksəkliyidir gənc nəslimizə. Hamı fəxr eləyir şəhidlə. Yəni, bütün Azərbaycan tanıyır. Biz şəhidlərə çox şey borcluyuq. Yəni, bugün alnı açıq, firavan bu ölkədə yaşayırıqsa, o şəhidlərə görədir. Ali Baş Komandanımıza görədir. Onu yürütdüyü siyasətə görədir. Şəhidlər bizim 30 il torpaqlarımız işğal altında olub. Yəni,
Azərbaycanın kənarda da, burada da baş aşağı yaşamışıq. Yəni bizdə xaricdə yaşayanlar var. Söhbət edirlər ki, orada erməni ilə üz-üzə gələndə başımız aşağı olurdu. Yəni bizə yuxarıdan aşağı baxırdılar ki, sizin neçə yer torpağınızı işğal eləmişik. Amma deyir, indi ürəklə gəzirik, alnımız açıqdır. Bunların hamısını o şəhidlərə borcluyuz. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Yerlərin cənnətdən qərar versin. Allah bütün şəhidlərə hamısına rəhmət eləsin. Analara, atalara da səbir versin.